Məbəs gününün əməlləri hansılardır? Məbəs günü müsəlmanlar arasında Rəcəb ayının 27-si qeyd edilir. Ümumiyyətlə Həzrət Məhəmməd sallallahu aleyhi və alihi və səlləmin peyğəmbər seçildiyi və Cəbrailin ona vəhy nazil etdiyi gün hesab edilir. Bu münasibətlə müsəlmanlar bayram mərasimləri keçirir və xüsusi əməllər yerinə yetirirlər. Neçə əməllərə? 1. Ənənəvi olaraq qüsl almaq, amma vacib deyil. 2. Oruç tutmaq. Kimin boynunda qəza, yəni tutmamış olduğu vacib orucu qalıbsa, tutsun. Kimin də boynunda yoxdursa, müstəhəb tutsun. Nəql edilib ki, məbəs günü oruç tutana 70 illik orucun savabı verilər. İnşallah. 3. Həzrət Məhəmməd salavatullaha və əhl-i beytinə çoxlu salavat demək. Bacarırsınız 100 salavat deyin, hədiyyə edin. 4. Həzrət Peyğəmbəri ziyarət etmək. Heç olmasa bir salamla və ya bir Fatihə oxuyub hədiyyə etməklə bunu edin. 5. Rəyyan ibn Sərdən nəql olunub ki, İmam Cavad Bağdadda olarkən Rəcəb ayının 15-ci günü və 27-ci günü oruç tutdu. Bütün xidmətçiləri də oruç tutdular. O bizə 12 rükət namaz qılmağı tapşırdı. Hər dəfə deyirəm 12 rəkət, yəni 6 ədəd 2 rəkətdir. Namazdır ki, hər 2 rəkət də ki, təşəhhüdləri və salamları ilə bitir, durub yenidən növbətini qılırsan. Bu namazların hər rəkətində bir dəfə Fatihə və bir də istədiyiniz surəni oxuya bilərsiniz. Namazı bitirdikdən sonra 4 Fatihə, 4 İxlas, 4 dəfə Fələq və Nas oxunur. Sonra 4 dəfə bu zikir deyilir. La ilahə illallah, vallahu əkbar və subhanallah, vəlhamdülillah, və la havlə və la quvvətə illə billahil aliyyil azim. Sonra isə 4 dəfə bu zikir deyilir. Allahu Rabbi la uşriku bihi şeyən. Yəni Allah mənim Rəbbimdir, heç bir şeyi ona şərik qoşmuram. Ardınca 4 dəfə bu zikri deyirsən. La uşriku bi Rabbi əhədə. Yəni mən Rəbbimə heç kəsi şərik qoşmuram. 6. Yenə də 12 rəkətli namazdır. Yəni 6 ədəd 2 rəkətli namaz, hər 2 rəkətin sonunda təşəhhüd salamları. Hər rəkətdə yenə Fatihə və istədiyiniz surəni oxuya bilərsiniz. Hər o 2 rəkətli namazı bitirib təşəhhüdün salamlarını deyirsiniz ha. Növbəti 2 rəkətə başlamamış onun arasında elə oturduğunuz yerdə, yəni namazın təşəhhüd salamlarını dediyinizdən sonra bu duanı oxuyun. Skrinini qeyd edirəm. İndi bu 12 rəkət onları bitirdikdən və dua da bitdikdən sonra Fatihə, İxlas, Fələq, Nas, Kafirun, Qədr və Ayət-el Kürsünü 7 dəfə oxuyacaqsınız. Ardınca 7 dəfə də bu zikir deyəcəksiniz. Yenə də La ilahə illallahu, vallahu əkbar və subhanallah, vəlhamdülillah, və la havlə və la quvvətə illə billah. Ardınca 7 dəfə deyəcəksiniz. Allahu Rabbi la uşriku bihi şeyə. Ardınca da nə istəyirsən mənim əzizim, dua edə bilərsən.